Başqa bir ayət-i kərimədə Uca Allah Subhanahu wa Ta'ala öz peyğəmbərinə buyurur ki: "Qul inni umirtu an a'budallaha mukhlishan lehu'd-din." De, mənə əmr olundu ki, dini yalnız Allaha məxsus edərək ona ibadət edim. Həmçinin də ixlasa aid dəlillərdən hədisə gəldikdə isə Peyğəmbər sallallahu əleyhi əməllər niyyətlərə görədir. Deməlidir ki, birinci dinimiz iki möhkəm əsas üzərində qurulub, birinci ixlas və ikinci isə tabesi, el-mutabe'. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm tabesidir. Yəni etdiyimiz əməllər hamısı Peyğəmbər sallallahu əleyhi və səlləm gətirdiyi yola muvafiq olmalıdır. Necə ki, Mülk surəsinin 2-ci ayəsinin təfsirində Fudayl ibn İyad rahimehullah buyurur ki, deməli Uca Allah Subhanahu taala Mülk 2-də buyurur ki: "Ellezî halaqal mevte vel haya." Ölümü və yaradılışı Allah yaratdı ki, "Liyebluvakum eyyukum ahsanu amala." Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün. Deməli Fudayl ibn İyad rahimehullah yəni ən yaxşı əməl barəsində buyurur ki, bu ayənin təfsirində ən yaxşı əməl odur ki, əxləsuhu və əsvabuhu. Ən xalis, ixlaslı olan və həmçinin ən təmiz olan deməkdir. Soruşanda ki, xalis və təmiz olması nədir? Dedi ki, xalis odur ki, Allah üçün olandır, təmiz isə odur ki, savab olan isə odur ki, yəni Peyğəmbər sallallahu əleyhi şəriətinə muvafiq olandır. Həmçinin də əgər insan iddia edirsə ki, yəni mən Allahı sevirəm, ondan tələb olunan odur ki, onun peyğəmbərinin yoluna tabe olsun. Necə ki, Allah Subhanahu taala buyurur ki: "Qul in kuntum tuhibbunallah." De, əgər siz deyirsinizsə ki, biz Allahı sevirik, fəttəbi'uni yuhibbukumullah. O zaman mənə tabe olun ki, yəni Muhammed sallallahu əleyhi və səlləm, o zaman mənə tabe olun ki, Allah da sizi sevsin. Deməli, Allah Subhanahu taala'nın sevgisini qazanmaq üçün insan onun gətirdiyi elçiyə, göndərdiyi elçi Muhammed sallallahu əleyhi və səlləmə tabe olmalıdır. Və ümumiyyətlə əgər insanın əməli Peyğəmbər sallallahu əleyhi və səlləm gətirdiyinə tabe olmazsa, müxalif olarsa, təbii ki, o əməl ondan qəbul olunmaz. Necə ki, məşhur bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Men amila amalan laysa alayhi amruna fehuve rad." Kim əgər bizim yəni etmədiyimiz bir əməli edərsə, ondan rədd olar. Yəni o əməl ondan qəbul olunmaz. Deməli, əziz qardaşlar, bizdir ki, din ixlas və tabesi üzərindədir. İki əsas qayda üzərində. Deməli, bu məsələdə insanlar 4 qismə bölünürlər. Birinci qism insanlar onlardır ki, onlar əhlül ixlas lil mə'bud vəl mutabe'. Onlar həm Allaha qarşı səmimidirlər, həm də peyğəmbərinə qarşı safdırlar. Yəni əməllərində heç bir problem yoxdur. Yəni onların əməlləri sırf Allah üçündür, danışıqları Allah üçün, verdikdə Allah üçün verərlər, mane olduqda Allah üçün, sevəndə Allah üçün, nifrətləri Allah üçün, bütün zahiri və batini müamilələri yalnız Allahın özü üçün və insanlardan heç bir mükafat, heç bir razılıq, heç bir təşəkkür güdməzlər, yalnız Allahın üzünü güdərlər. Və həmçinin də əməl etdikləri zaman istəməzlər ki, insanlar onları tərifləsinlər və insanların qəlbində ona qarşı bir sevgi olsun. Deməli, bunlar ən xalis insanlardır. Həm Allaha qarşı, həm də Peyğəmbərinə qarşı ən xalis olan insanlardırlar. Yəni, əməlləri sırf Allahın üzü üçündür. Necə ki, qeyd etdiyimiz kimi, Mülk sözünün 2-ci ayəsində Fudayl ibn İyad rahimehullah bu ayənin təfsirində buyurdu ki, deməli, əxləsuhu nədir? Ən ixlaslı olanı Allah üçün, asvabuhu ən təmiz olanı kimdir? Yəni, Muhammed sallallahu əleyhi və səlləmin sünnəsinə uyğun olandır. Ümumiyyətlə, əziz qardaşlar, biz bilməliyik ki, həmçində rahimehullah sözünə davam edərək buyurur ki, əgər əməldə ixlas olarsa, lakin o əməl düzgün olmazsa, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin gətirdiyinə muvafiq olmazsa, o əməl ondan qəbul olunmaz. Əgər o əməl Peyğəmbər sallallahu əleyhi və səlləm gətirdiyinə uyğun olarsa, lakin o əməldə ixlas olmazsa, yenə də o əməl ondan qəbul olmaz, ta ki ixlas və tabesi bir arada cəm olunmayacaq qədər. Deməli, ikisinin də bir yerdə cəm olması lazımdır. Ona görə də buna dəlil Uca Allah Subhanahu taala bu ki, "Fəmən kana yarju liqa'a rabbih", kim əgər Rəbbi ilə görüşməyinə ümid bəsləyirsə, "Fəliyə'məl amalan salihan", yaxşı iş görsün, yəni salih əməl görsün, "Və la yushrik bi ibadati rabbih ahada", Rəbbinə heç bir şey şərik qoşmasın. Deməli, salih əməl və həmçinin də ibadətə heç bir şirki, küfrü qarışdırmamaq.
Sonra isə ümumiyyətlə Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində dedi ki, buyurur ki, əgər yəni bir əməl, edilən əməl bizim şəriətimizdə olmazsa, o əməl həmən insandan qəbul olmaz. Deməli, insanın etdiyi əməllər onun havasına, istəklərinə, muradına qayıtmır. Deməli, əgər insan bir əməl etmək istəyirsə, onu qaytarmalıdır. Yəni, Peyğəmbər sünnəsin. Əgər onu Allah Rasulullah sallallahu əleyhi və səlləm edibsə, ona əməl edibsə, deməli, insan o əməli yerinə yetirməlidir. İkinci qism insanlar, ixlas və tabiçilikdə, ikinci qism insanlar onlardır ki, mən lə ixlas ləhu və lə mütəbə. Yəni, bu insanlar nə ixlaslıdırlar, nə də əməllərində tabiçilik var. Təbii ki, bu insanlar bəllidir və bu insanların əməlləri şəriətə müxalif olan əməllərdir. Yəni, onlar əmələ edəndə riya üçün, özünü kimlərəsə göstərmə və yaxud da sümə və yaxud da özünü kimlərəsə eşitdirmə üçün əməl edirlər. Əməllərinə ixlas və nə də Peyğəmbər sallallahu əleyhi və səlləmə tabiçilik var. Üçüncü qism insanlar onlardır ki, deməli, bu insan əməllərində ixlaslıdır, lakin əmrində tabiçilik yoxdur. Yəni, məsələn, buna misal, məsələn, bir insan, yəni deyir ki, xəlvətə çəkilmək, yəni bu zamanda məsələn deyir, bu zamanda xəlvətə çəkilmək daha yaxşıdır. Çünki fitnə, fəsad və s. və buna görə həmən insan nə edir? Cümələri də tərk edir, cümələri getmir. Deməli, bu insan yaxşı şey istədi, lakin nədir? Əmrə müxalif oldu. Çünki cümə nədir? Cümə yəni vacibdir, fərz əməllərdir. Və həmçinin də başqa bir dəlil. Bir insan əməlində təmiz olmaq istəyir. Deyək ki, məsələn, misal, bayram günündə oruç tutur. Bayram günündə oruç tutur və ixlaslı olmaqsa, lakin nədir? Etdiyi əmr nədir? Şəriətə müxalifdir. Yəni əmrə tabiçilik yoxdur. Hansı ki, əmr nədir bizə? Əmr odur ki, bayram günü oruç tutmaq nədir? Haramda olmaz. Aydındır? Dördüncü qism insanlar, bu məsələdə dördüncü qism insanlar onlardır ki, deməli, əməllərində tabiçilik, yəni əmrə tabiçilik var, lakin o əmrləri, o əməlləri Allahdan qeyriləri üçün edirlər. Məsələn, buna misal, məsələn, deyək ki, məsələn, cihad əmr olunmuş əməllərdəndir. İnsan cihada gedir, döyüşə qatılır, aydındır, amma məqsəd isə nədir? Döyüşə getməkdə məqsəd odur ki, desinlər ki, həmən insan şücaətkardır, həmən insan güclüdür, həmən insan qüvvətlidir və s. Və yaxud da insan Quran oxuyur və yaxud da Quran öyrədir, o məqsəd nədir? Desinlər ki, həmən insan Quran oxuyandır. Və yaxud da insan həccə gedir, aydındır, amma məqsəd nədir? Yəni, əmrə tabiçilik var, amma nədir? Bu tərəfdə nədir? Niyyətdə isə nədir? Fəsad var. Məqsədi isə odur ki, nədir? Qaydanla həcc etsinlər və s. Deməli, dedik ki, insanlar ixlas və tabiçilik məsələsində özləri nədir? 4 qismə bölünürlər. Və ona görə də yəni, insan çalışmalı ki, əməl etdiyi zaman həm ixlaslı olmalı, həmçində əməli Peyğəmbər sallallahu əleyhi və səlləm gətirdiyinə müvafiq olmalıdır. Ona görə, əziz qardaşlar, yəni biz əməl etdiyimiz zaman baxmalı, o əməl sünnədə sabitdirsə, əməlləri yerinə yetirməliyik. Və həmçinin də deməli, Şeyx Fovzan Həfizullah buyurur ki, deməli, həqiqətən də فَإِنَّ الْخِلَافِ مَوْجُودٌ بَيْنَ النَّاسِ مِنْ قَدِيمٍ. Həqiqətən insanlar arasında ixtilaf qədimlərdən mövcuddur, keçmişlərdən mövcuddur. Necə ki, Allah Subhanahu wa Taala buyurur ki, وَمَا كَانَ النَّاسُ إِلَّا أُمَّةً وَاحِدَةً فَاخْتَلَفُوا. İnsanlar vahid bir ümmət idilər, sonrası ixtilafa düşdülər. Deməli, lakin Allah Subhanahu wa Taala öz rəhməti sayəsində peyğəmbərlər göndərdi, kitablar endirdi ki, o peyğəmbərlər, o kitablar vasitəsilə insanlar arasında hökm versinlər. Allah Subhanahu wa Taala onun barəsində buyurur ki, "Enne hada siratan mustaqiman fattabi'uhu ve la tattabi'us subula fatafarraqa bikum an sabilihi." Həqiqətən də bu mənim yolumdur və buna tabe olun. Başqa yollara tabe olmayın, çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar.
Deməli, yol bir yoldur, haqq yol bir yoldur, aydındır. Amma məzhəblər, fikirlər, mənhəzlər həqiqətən də çoxdur və yəni həqiqətən də sayları çoxdur. Çünki bunları yanlışdır. Çünki bu məzhəbləri və həmçinin bu rəyləri, bu fikirləri ortaya atanlar bəşərdir. Ona görə nədir? Burada fikir ayrılıqları var. Sayılırsa amma nədir? Haqq isə birdir, din isə birdir. Və ona görə də əziz qardaşlar, insan çalışmalıdır ki, bu sırat-ı müstəqim üzərində möhkəm olmalıdır. Və həmçinin də insanların bu yol üzərində möhkəm olması üçün elmli olmaqları lazımdır ki, hətta yolda onlar qaranlığa düşməsinlər. Aydındır. Ona görə də insanların hər bir zamanda, hər bir vaxtda yəni elm əhlinə və həmçində elm sahiblərinə ehtiyacları var. Və ona görə də elmi təbliğ edən insanlar da çalışmalıdırlar ki, bu elmdə həm ixlas, həm də Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə tabeçilik olsun.